Əvvəllər müəllimlər uşaqları döyürdü. Ya məsələn, böyüklər uşaqları vururdu. Uşaq deyirdi ki, vurma, incidir, ağrıdır. O da ona təəccüblə baxırdı ki, elə adamı vururlar ki, ağrıtsın da. Ağrıdır, yəni məqsədim budur ki, sən ağrıyasan, tənbih eləyim səni. Biz də bəzən dünyadan belə gileylərimiz buna oxşayır. Biz deyirik, çətindir. Elə məqsəd çətin olmasıdır həyatın. Biz elə şeylərdən gileylənirik hərdən ki, başa düşsək həyat nədir gileylənmərik. Adamlar var, oturur, belə deyək, məsələn, adamlar belə oldu, filan kəslər belə oldu, dost belə gəldi, qardaş belə getdi, o cəmiyyətlə mən qurtardım, bu cəmiyyətlə mən qurtardım, o cəmiyyətdə hamı belədir, bu cəmiyyətdə hamısı belədir. Başa düşmür ki, insan cəmiyyətidir. Hamı sən istəyən kimi olmayacaq. Görürsən, 50 yaşı, 60 yaşı hələ də gileylənə yaşayır hamıdan. Çünki həyatın fəlsəfəsini başa düşməyib. Bu elə bilir ki, dünyada hamı bunun istədiyi kimi olacaq, olmayacaq belə. İnsanlar da sən demə beləymiş. Elə bil ki, bu hansısa başqa planetdə yaşayıb, ya bunun üçün xüsusi belə hazırlayıblar. Qardaş, həyatın qaydası belədir, təəccüblü bir şey yoxdur. Filan kəsdə vəfa yox imiş, filan kəs pula belə əyildi, filan kəs filan şeyə filan oldu. Qardaş, özündə də kifayət qədər eybi var. Bu dünya, bax belə, bizim xoşumuza gəlməyənlərə dözməyimiz üçündür.